Bir gün bir tısbağadan soruşmuşlar. Bu kənddən qarşı kəndə neçə günə gedib çata bilərsən? Tısbağa düşünmüş və cavabını vermiş. Yağışı, palçığı, küləyi, enişi yoxuşu nəzərə alsaq 3 günlük yol edir. Amma mən bu yolu 6 günə gedib çataram. 6 gün keçmiş və tısbağa qarşı kəndə çata bilməmiş. Axtarmışlar və tısbağanı yolun yarısında tapmışlar. Tısbağadan soruşdular. Niyə bəs gəlib çata bilmədin? Tısbağa cavabında soruşmayın dostlarım. Enişi, yoxuşu, küləyi, palçığı nəzərə aldım, amma pis insanları hesaba ala bilmədim. Nə zaman ki, sürətimi artırsam, məni tərs çevirdilər. Bəzən bu həyatda bəzi insanlarla qarşılaşacağıq. Hansı ki, onlar bizdə olan bu uğuru, irəliləyişi həzm edə bilməyəcək. Bu insanlar əslində öz həyatlarında heç bir şey əldə edə bilmədikləri üçün onlardan birinin uğur zirvəsinə qalxma fikrinə nifrət edirlər. Əgər həyatınızda qarşılığında heç nə istəmədən sənə dəstək ola biləcək bir insan varsa, sən şanslı birisən. Gününüz uğurlu olsun.